Salam, hər vaxtınız xeyir, əziz futbol sevərlər. Misli Premier Liqasında 6-cı turun sonuncu oyun günündə hər birinizi xoş gördük. Günün ilk qarşılaşması Bakıda, Azərsun Arenada keçirilir. Turan Tovuz ev sahibi qismində Gəncənin Kəpəz klubunu qəbul edir. Hər iki komanda Azərbaycan futbol tarixində kifayət qədər zəngin tarix yazmış kollektivlərdir və bu komandaların oyunu izləmək həmişə xoşdur. Binglab Məmmədov saatına baxır, işarəsi gəldi. Maç başlandı, hər iki komandaya uğurlar arzulayırıq. Meydançası daxilində gərgin bir mübarizə gedir. Qapıya zərbə və top qapının üstündən azacıq aşaraq meydanı tərk edir. Təhlükəli idi, qol epizodu kimi bunu dəyərləndirə bilərik. Oyunda ilk 10 dəqiqəni geridə qoyduq. Feyjao irəliyir, qapıya baxır, ötürməsini etdi. Abzauri, qapıya zərbə və top çox az fərqlə qapıdan aralı keçir. Hayderson Hurtado burada avtogol müəllifi də ola bilərdi. Gəncəlilər bu oyunda ilk korneri yerinə yetirəcəklər. Hücumun təkrarını izləyirik. Çox təhlükəli bir zərbə idi. Məqsəd Sayeva topu çatdırmaq istəyir, dəqiq alınmır. Silva da burada topun qəbulunda Cengiz səhvə yol verdi və Kəpəzin hücumu davam edir. Məqsəd Sayev cərmə meydançasına daxil olmadan qapıya baxır, zərbəsini endirir. Baklov topu qaytarır. Gözləyir, Turan Tovuzun səhvlərini gözləyir. Bir daha bu zərbəyə, bu hücuma baxırıq. Baklov qarşısında qüvvətli zərbə idi. Topu qaytardı və burada qaydan topa Paç özünü yetişdirsəydi söz yox ki artıq. Topu saxladı, ötürmə, qapıya zərbə olacaq və top qapıdadır. Top qapıdadır. Turan Tovuz, Alex Souza ilə hesab açır. Turan Tovuz qurban verdi və bu fasilədə ona dedikləri görünür özünü dərhal göstərdi. Ozobiçin də oyunu qeyd etməliyik. Sona qədər mübarizə apardı. Serrano'ya topu bıraktı. Serrano'nun ötürməsi. Cərmə meydançasında qarşılıq yarandı və Turan Tovuz yekunda Alex Souza'nın qoluyla bu oyunda hesabı açır. Turan Tovuz 1, Kəpəz 0. Qolun təsdiqini də gözləyəcəyi Vardan. Əla bir hücumu idi. Serrano'nun ötürməsi. İlk cəhddən alınmadı, amma top düz gəlir. Alex Souza'nın qarşısına düşür. Burada Gəncəlilərin qapısına Məmməd Hüseynova hər hansı bir irad bildirmək düzgün olmazdı. Yox, Faiq Hacıyev idi bu. Kapitan məhsullar ötürməni öz ayağına yazır və yeri gəlmişkən bu Alex Souza'nın mövsümdə ikinci qolu olur. Buna qədər 4-cü turda Karvan Yevlaxın qapısına yol tapmışdı Alex Souza. Gol qeydə alındı. Turan Tovuz 1, Kəpəz 0. Ozobiç Faiq Hacıyevdən topu qəbul edir. Əla bir ötürmə Serrano, Faiq Hacıyev. Faiq Hacıyev cərmə meydançasındadır. Daha bir ötürmə və daha bir gol João Santos. Daha bir ötürmə Faiq Hacıyevdən və daha bir gol. Gol. Jalem Santos qısaca. João Santos ikinci dəfə Gəncəliləri çox qısa bir zaman ərzində meydanın mərkəzinə dəvət etməyi bacarır meydan sahibi Turan Tovuz. Əla bir hücum. Burada müdafiəni yaxşı yardılar. Faiq Hacıyevin ötürməsini qeyd etməli. Santos'u tək başına bırakıblar. Santos'un mövsümdə bu ilk golu oldu. Premier Ligada isə ikinci goludur. Binglab Məmmədov birinci hissəni başa vurur. İşarə gəldi. İkinci hissə başlandı. Bir daha hər iki komandaya uğurlar arzulayırıq. Otar Abzasuri yoxdur. Bəli, Gürcüstanlı
sarı vərəqə alan birinci hissənin sonlarına yaxın Otar Abdisasuri oyunu tərk edir və bundan sonra Ryonsuke Ohori onu əvəz edəcəklər. Bu barədə danışırdıq ki, Turan Tovuz 3-cü qolunu vurdu. İkinci hissə başlar-başlamaz Tovuzluların üstünlüyü 3 topa yüksəlir. Turan Tovuz mövsümdə ilk böyük hesablı qələbəsini qazanmağa yaxındır. Filip Bozovic. Onun müəllifi o olur. Təkrarı izləyək, qola baxaq. Silva'nın ötürməsi. Souza və Filip Bozovic topu qəbul edir. İkinci hərəkəti ilə isə qarşı alınmaz zərbə indirir. Beləcə hesab 3-0 olur. Bu mövsümdə Filip Bozovic'in ilk qoludur. Souza qapıya baxır, Alex Souza. Alex Souza qapıya zərbə. Qapçı Məmməd Hüseynov topu qaytardı. Bir qədər əvvəl Alex Souza'nın zərbəsini izləyirik. Təhlükəli zərbə idi. Qapçı Məmməd Hüseynov burada topu qaytardı. Ayxan Hüseynov burada məqsəd sahib bir qədər yuxuladı və indi İbrahimov Vacı qapçı ilə üzə qalıb. İbrahimov Vacı 4-0. Amma offside yan xətt hakiminin bayrağı havada. Rəhim Sadıqov topu uğurladı. İbrahimov Vacı. Vacı və burada Məmməd Hüseynov. Yenə 4-cü qolun vurulmasına Turan Tovuz futbolçuları üçün əngəl olan şəxsə çevrilir. Paço irəliyir. Paçonun ötürməsi. Fejao. Xəyal Nəcəfovun zərbəsi. Qapçı Məmməd Hüseynov topu tutur. Oleg Baklovun indi topu oyuna heç daxil etməsinə ehtiyac da qalmadı. İnqilab Məmmədov görüşün baş hakimi maçı bitirir. Beləliklə 6-cı turda Misli Premyer Liqasında Turan Tovuz Kəpəz görüşü Turan Tovuzun böyük hesablı, mövsümdə ilk böyük hesablı qələbəsi ilə nəticələnir.